Yəqin ki, siz də satışda belə qeyri-adi, tünd rəngli qabıqlara rast gəlmisiniz. Bunlar keçiboynuzu ağacının meyvələridir. Bu, həmişəyaşıl ağac Aralıq dənizi bölgəsində və yaxın şərqdə yayılıb və əsasən öz şirin, ətli meyvələrinə görə qiymətləndirilir. Dünyada isə daha çox karob adı ilə tanınır. Keçiboynuzu meyvələri təkcə dadlı deyil, həm də çox qidalıdır. Onların tərkibində 50%-ə qədər karbohidrat ola bilər. Amma bir vacib fərq var. Burada nə kafein var, nə də teobromin. Məhz buna görə karob tez-tez dietik və uşaq qidalarında istifadə olunur. Dad baxımından bu meyvələr xurmanı və ya innabı xatırladır. Bəziləri isə hətta yüngül şokolad notları hiss etdiyini deyir. Ətri də çox özünə məxsusdur. Bir tərəfdən şirniyyat və şokoladı xatırladır, digər tərəfdən isə yüngül tuş bir çalar verir. Əgər meyvə açılarsa, içərisində yapışqan, şirin ətlik və bir neçə sərt toxum görmək olar. Bu toxumlar adətən yeyilmir, amma çox maraqlı şəkildə olduqca qiymətlidir. Onlardan qida sənayesində geniş istifadə olunan təbii qalınlaşdırıcı əldə edilir. Və indi ən maraqlı faktlardan biri. Keçiboynuzu toxumları demək olar ki, eyni çəkidə olur. Təxminən 0,2 qram. Bu səbəbdən qədim dövrlərdə onlar qiymətli daşların çəkilməsində ölçü vahidi kimi istifadə olunurdu. Və məhz buradan məşhur söz yaranıb. Karat. Bu söz Yunan dilində keçiboynuzunun adı olan keration sözündən gəlir. Azərbaycanda və Türkiyədə keçiboynuzundan hazırlanan məhsullar çox populyardır. Xüsusilə bəkməz və ekstrakt. Ən dəyərli növü isə soyuq sıxım üsulu ilə alınan ekstraktdır. Ona heç bir şəkər əlavə olunmur, çünki özü təbii olaraq çox şirindir. Çox vaxt bu ekstrakt tahin, yəni küncüt pastası ilə birlikdə istifadə olunur. Bir-bir nisbətində qarışdırıldıqda isə nəticə halvaya bənzər, həm dadlı, həm də çox qidalı bir qarışım olur. Bu qarışımı çörəyə çəkib yemək olar və ya səhər yeməyində istifadə etmək mümkündür. Hesab olunur ki, bu kombinasiya çox faydalıdır. Küncüt kalsiyumla, keçiboynuzu isə dəmirlə zəngindir. Amma burada maraqlı bir məqam var. Bakıda keçiboynuzuna çox bənzəyən meyvələri olan başqa bir ağac görmək mümkündür və çoxları bunu səhv salır. Lakin bu əslində başqa bir bitkidir. Üçdikanlı gledisiya. Bu ağac Şimali Amerikadan gətirilib və əsasən dekorativ məqsədlə istifadə olunur. Hər iki ağac paxlalılar fəsiləsinə aiddir və meyvələri oxşardır, amma istifadələri fərqlidir. Gledisiyanın meyvələri daha az istifadə olunur, keçiboynuzu isə daha çox qida dəyəri ilə tanınır. Beləliklə, əgər satışda bu cür meyvələr görsəniz, böyük ehtimalla bu keçiboynuzudur. Əgər ağac üzərində görsəniz isə, bu onun yaxın qohumu ola bilər.